Biri deyir qadın azad olmalıdır, qadın belə olmalıdır. Qadın özü işləməlidir. Vaxtını övladına, yoldaşına ayırmamalıdır və yaxud da kişi belə olmalıdır. Tək söhbət qadından getmir də. Ya kişiyə də bir model qoyurlar ki, kişi modeli belə olmalıdır, belə olmalıdır, belə olmalıdır. Gəlin reallıqla danışaq ki, indi istər şəhər mühitində, istər rayon mühitində, istər kənd mühitində mühafizəkar bir şəraitdə böyüyən bir insan, bura qulaq asanda artıq bu təhsil pilləsini atlayır, iş pilləsini atlayır, oradakı çox mənfi və tez əl çatan olan şeylərə fokuslanır. Yəni bu eləyərəm. Çünki təhsil almaq və yaxşı bir yerdə işləmək bu isə asan deyil də və insanlar da belə deyim, o həyatının başında olan insanlar bu təhsillə işi çətindir deyə artıq o söhbətlərdə bu mənfi şeylərə fokuslanırlar. Hansı ki, onların bir yaşa çatandan sonra bu görəcəklər əllərində heç nə yoxdur. Yəni getdi məsəl üçün azad oldu, azadlıqla bunu elədi, azadlıqla onu elədi, amma nəticədə nə var? Axırda bir boşluq gəlir. Axırda bir boşluqdur. Yəni nə əlində bunun işi var, nə əlində bunun bir diplomu var. Amma halbuki onları belə şeyə təşviq edən insanlar, atalara baxsan varlıdır, anası varlıdır, özü Londonda oxuyub, məsəl üçün Avropanın hansısa bir ölkəsində oxuyub, kifayət qədər imkanlı bir insandır və gəlib o söhbətlərə aparmaqla o kasıb insanlar ki var, hansı ki o şəraitdə böyüməyib, bunlar eyni şəraitdə deyil. Amma bu onun səviyyəsində azad olmağa məcbur edir, beyninə yeridir və nəticədə gətirib cəmiyyəti yaxşı yerə çıxartmır.